Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dost İş Mərkəzi Məhdud Məsləhət Cəmiyyətinin işçilər arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib. Xəbər verilir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi arasında qurumun xadimələri arasında baş verib. Belə ki, 80-ci ildə Bakı şəhərində doğulmuş Dost İş Mərkəzində xadimə işləyən Qaçay həmin ərazidə 3 ildir ki, eyni iş görən Ülviyə adlı qadının üz nahiyəsindən zərbə vurub. Əvvəlcə Qaçay zərər çəkmiş qadına yaxşı işləmədiyini və ərazisində olan zibillərin külək vasitəsilə onun ərazisindən uçduğunu deyərək mübahisə etməyə başlayıb. Bundan sonra Qaçay əli ilə bir dəfə onun üzünə zərbə vuraraq ərazidən uzaqlaşıb. Məhkəmənin qərarı ilə Qaçay Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancından 15% dövlət nəfdindən pul tutmaqla 6 ay müddətinə ishal işləri cəzasına məhkum edilib.